bina tikilərkən səkinin yararsız hala salındığı iddia edilir. Görüntülər paytaxtın Nərimanov rayonu Əhməd bəy Ağoğlu küçəsindəndir. Xəzər xəbərə müraciət edən sakinlər deyirlər ki, hər gün istifadə etdikləri səki bina tikilərkən bərbad vəziyyətə salınıb. Bu hal uzun müddətli davam edir. Gələndə keçmək olmur. Məsələn, orada qoymayıblar ki, buradan keçməyin falan. Amma biz buradan çətinliklə keçməliyik, torpağın üstündə, daşın üstündə uşaqlar var, yıxıla bilər. Əvvəl yol var idi, amma indi o yolu da söküblər. Bərbad gündədir, baxımsızdır. Baxılmır. Narahatdır. Düz qaydasında deyil, vaxtında düzəlmir. Belə. Nə vaxt da belədir? Çoxdur. Bir xeyli var. Hər halda özünüzdə baxırsınız, görürsünüz. Sakinlər deyirlər ki, səki bərbad halda olduğundan bəzi hallarda yola çıxmalı olurlar ki, bu da təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Çətinlikdir, əlbəttə çətinlikdir. Getmək olmur, gəlmək olmur. Ancaq əvvəllər lap tikəli kötür idi. İndi yaxşıdır biraz. Neysə töküblər bura, indi düzəltmək fikrindədirlər. Ancaq bilməm, indi düzəldəcəklər ya düzəltməyəcəklər. Bəyəm də gözdən pərdə asmaq üçündür bunlar. Xəzər xəbərin çəkilişindən sonra ərazidə abadlaşdırma işlərinə başlanıldı. Tikinti şirkətindən qeyd edildi ki, daha böyük və təmirli səki sakinlərin istifadəsinə veriləcək. Fidan Əsədli, Cəfər Qasımov, Samir Qasımov, Xəzər xəbər.